Şirvan şəhərinin Sahib Zeynalov küçəsi 2 ünvanında yerləşən binanın sakinləri təhlükə ilə üz-üzədir. Hər an faciə baş verə biləcəyindən ehtiyat edən sakinlər binanın vəziyyətini çəkərək qaynar xəttimizə göndəriblər. Deyirlər ki, qorxu içində yaşayırıq. Binanın uçacağından qorxan sakinlərin yuxusu da ərşə çəkilib. Bu boyda bina bunun üstündədir. Bu kubikin üstündə. Baba, buradan da uğrayır. Beton gedib, armaturlar üz-üzədir. Gecə saat 1-əcən, 2-əcən o həyətdə otururuq ki, görək nə olacaq, nə olacaq. Gedib bina uçacaq, uçmayacaq. Hazırda biz Şirvan şəhər Sahib Zeynalov 2 ünvanında yerləşən binanın zirzəmisindəyik. Qeyd edək ki, bu bina 55 mənzillikdir. Binanın qəzalı olması sakinləri ciddi narahat edir. Binanın zirzəmisində beton bünövrələr ovulub, hörgü daşları isə sökülmək üzrədir. 2002-ci ildə inşa olunan bina cəmi 20 ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq qəzalı vəziyyətə düşüb. Qapılarda sıxılma var deyə, qapı normal açılıb bağlama. Yəni vəziyyət budur. Bina çökür, qismən hissəsi çökür belə də, millimetr. Çox acınacaqlı vəziyyətdədir, özünüz gördüyünüz kimi də uçur, dağılır. Formal olaraq bina Şirvan Mənzil İstismar İdarəsinin balansındadır. Lakin idarənin maliyyə imkanları bu binaya nəzarət və xidmət göstərmək üçün kifayət etmir. Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin tikinti şöbəsinin baş memarı Şaiq Şıxaliyev məsələyə münasibət bildirdi. Binaya baxış keçirilmişdir. Binada ilkin olaraq baxış nəticəsində rəy verilmiş və instrumental müayinənin aparılması və bərpa gücləndirmə işlərinin yerinə yetirilməsi qeyd olunmuşdur. Bütün bunlarla bağlı tərəfimizdən Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunmuş. Binada instrumental müayinənin keçirilməsi, bərpa gücləndirmə işlərinin aparılması ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. Qeyd edək ki, binanın həm özlüyündə, həm də mənzillərinin divarlarında dərin çatların əmələ gəlməsi də onun tədricən dayanıqlığını itirdiyini sübut edir. Yaqub Mehdioğlu, Diana Cəlaliyev, Vüqar Qaliboğlu, Space TV Şirvan şəhəri.